Samuqda yas mərasimində kütləvi zəhərlənmə olub. Hadisə rayonun Lək kəndində baş verib. Belə ki, kənddə keçirilən il mərasimində 21 nəfər zəhərlənib. Zəhərlənən şəxslər Gəncə şəhər yoluxucu xəstəliklər xəstəxanasına yerləşdirilib. Zəhərlənmə diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən 19 nəfər ambulator müalicə üçün evə buraxılıb. 2 nəfərin müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Vəziyyətləri stabildir. İlkin məlumata görə həmin şəxslər kənddə yas mərasimində yedikləri qidadan zəhərləniblər. Gördük, millət hamı burada yedi içdi, oğul uşaq hamımız yedi içdik. Gedən getdi, qoxum qəribə qaldıq burada. Gördük ki, çiftə uşaqlardan başlandı. Bacım nəvələri, qonşu qız uşaqları, hərə kusan oldu. Yaşıl kusdular uşaqlar. Hamı kustu. Mən də buradan narahat oldum. Dedim, yəqin əynim qalındı. Kərəm var, şofer. Ona dedim, məni apar evə, mən əynimi dəyişeyim. Biraz ayağımı sərin suya zada qoyum. Evə getdim, yolda maşında mən kusma tutdum. Maşında dayandırdım, kustum. Evə gedəndə 3 dəfə şarxaşar, qatığı içən kimi başlandı, şap döyüktüm. Təzədən bunlar maşından, mənim şofer gələr ki, bacınız evində pis olur. Təzədən bir də məni buraya gətirdilər. Gördük, yox, halımız xal deyik. Gördüm, hərə bir yanda uzanıb, hərə bir yanda kusur. Polislər töküldü, skorilər gəldi, uşaqları çift apardı. Buradan da maşın gedən aparan xəstəni hamı apardı. Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, 20 may 2026-cı il tarixində Samuq rayonunun Lək kəndində keçirilən yas mərasimində baş verən hadisə ilə əlaqədar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılıb. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə mərasimdə təqdim olunan məişət şəraitində hazırlanan qidalardan müayinələrin aparılması üçün nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Faktla bağlı araşdırma başlanılıb. Elvin Qudratov, Nazir Quliyev, Bugün informasiya proqramı üçün.